Sosial media artıq tanıdığımız o yer deyil. Bir vaxtlar dostlarımızın fotolarını, fikirlərini, düşüncələrini paylaşdığı platformalar indi qəribə, saxta bir axının əsrinə çevrilib. Bugün internet dünyası yeni bir terminlə çalxalanır. Süni intellekt videoları. Yəni heç bir bədii dəyəri olmayan, sadəcə baxış sayı toplamaq üçün süni intellektlə kütləvi şəkildə istehsal edilən rəqəmsal tullantı. Bu paylaşımların ortaq bir cəhəti var. İnsan psixologiyasının ən həssas nöqtələrinə toxunmaq. Məsələn, mənim ad günümdür, niyə kimsə bəyənmir, yazan lövhələr və ya bunun kimi bir çox kadrlar. Bu şəkillər real deyil, lakin Facebook və Instagram kimi platformalarda milyonlarla ürək və amin şərhləri toplayır. Beləliklə, insanlar fərqinə varmadan saxta bir emosiya zəncirinin halqasına çevrilir. Bir şəkil nə qədər çox şərh və bəyənmə alırsa, sistem onu daha çox insanın qarşısına çıxarır. Nəticədə keyfiyyətli məzmunlar kənarda qalır. Süni şəkildə yaradılmış bu rəqəmsal aldatmaca bütün lentimizi işğal edir. Araşdırmalar göstərir ki, YouTube Shorts kimi qısa video formatlı platformalarda təklif olunan hər 5 videodan biri artıq bu cür aşağı keyfiyyətli süni intellekt məhsuludur. Bu sadəcə bir zarafat deyil, böyük bir biznesdir. Hindistandan Braziliyaya qədər bir çox ölkələr süni intellektlə minlərlə mənasız video hazırlayır. Bu kanalların bəziləri illik 4 milyon dollara qədər gəlir əldə edir. İnsanların diqqəti birbaşa pula çevrilir. Kontentin keyfiyyəti və ya doğruluğu isə heç kimi maraqlandırmır. Mütəxəssislər bu vəziyyəti beyin çürüməsi adlandırırlar. Daimi olaraq mənasız və saxta görüntülərə məruz qalmaq insanların diqqətini dağıdır və tənqidi təfəkkürünü korlaşdırır. Ən qorxulusu isə odur ki, biz artıq nəyin real, nəyin saxta olduğunu yoxlamaqdan imtina edirik. Yalan o qədər çoxdur ki, doğru öz əhəmiyyətini itirir. Texnologiya nəhəngləri bu axını dayandırmaqda maraqlı görünmürlər. Çünki bu istifadəçini platformada saxlayır. Lakin internetin keyfiyyətsiz bir məkana, yoxsa məlumat mərkəzinə çevrilməsi artıq bizim tənqidi baxışımızdan və nəyi bəyənməyimizdən asılıdır.